Şəkili atmışam sizə 2 dənə. Bu şəkildə gördüyünüz kimi ikinci mərtəbədəki otaq evdən hardasa metr yarım, 2 metr çölə çıxıb da. Biz o çıxıntı hissənin alt hissəsini dəmir karkas yığılıb. O karkas da alçıpanla yox, betapanla bağlanılıb. Betapan bağlanmış ora. Üstü malyarka olunub, üstəndə yumuşaq vurulubdur. Amma indi fikir verirəm ki, o otağın ikinci mərtəbədə otağın o hissəsi 1 metr yarım, 2 metr hissəsi çox soyuq olur. Ayağı yerə qoymaq olmur, çox soyuq olur. Bu tərəfləri otağın qalan hissəsi isti olur, yer, tolu deyiləm, nəzərdə tutam. Amma o 1 metr hissə çox soyuq olur. Dedim sizdən soruşum, görüm, oranı mən söksəm, biz oranı pena vursaq, oranı otağı isti eləmək olar o 2 metr hissəsini. Salam Eşq qardaş, bir də hər vaxtınız xeyir olsun. Hər üzrü sayın, biraz yazılımlar çoxdan gəlişə suallarını qoyaraq cavablandırırıq. Bəli, əslində bilmirəm bizim videolarda diqqət eləmisiniz yoxsa yox, artırma balkonlar ki var, onların döşəməsini vururlar. Zəng girmişdilər ki, bizə ki, həqiqətən çox soyuqdur. Bu kimi videolar var, sadəcə biraz belə deyək də, ola bilər diqqət etməmisiniz. Bəli, həll etmək olur onu. Elə soyuq həmin hissədən gələn soyuqdur. Ora tamamilə soyuyur, ondan sonra həmin soyuqluq verir içəri. Yəqin ki, özünüz də hiss edirsiniz ki, özünüz demişsiniz, ifadə edirsiniz. Oranı hə, indi təmirlidirsə, düzdür, biraz əziyyətdir, amma təmirsizdirsə, indidən həll etmək olar. Məhsul, seçim və sifarişləriniz üçün Abşeron Ticarət Mərkəzində yerləşən 114 İzolasiya qrup mağazamıza yaxınlaşa bilərsiniz.